Tarzən Elxan Mansurovun qonağıyıq. Elxan, siz böyük bir musiqiçilər nəslinin sonuncu nümayəndəsiniz. Mən sonuncu deyirəm ona görə ki, bilmək olmaz. Sizin də övladlarınız Mansurovlar ənənəsini davam etdirəcək, etdirməyəcək. Ona görə deyirəm sonuncu. Məsələ o yerdədir ki, bizim bu məclis, Bakı məclisi. O vaxtlar bu çox məclislər vardı. Ən böyük məclislərdən biri elə bizim bu Bakıda olub. Bu atamın babası elə Məşəd Məlik bütün bu musiqiçilər hamısını yığırdı öz dövrəsinə. Hətta İrandan gələnləri də bunlar qonaq edirdilər. O vaxt şu alanda bizim çoxlu bağlarımız olub. Orada evlər verirdi, bunlara qalırdı. Bu məclisdə bütün gözəl sənətkarlar hamısı yığırdılar öz dövrəsinə. Orada deməli hamısı öz bilik qabiliyyətini oxumaqla, çalmaqla nümayiş etdirirdilər. Burada, bəli, burada əsas məqsəd o idi ki, bütün o gözəl sənətkarların hamısını öz, deməli, ümumi cəhətcə hamısını göstərirdi ki, biz bunlar öz, deməli, o biliklərini ümumi bir yerə toplasınlar, bizim Azərbaycan musiqisini ən yüksək zirvəyə qaldırsınlar. Məqsəd bu idi. Bu Məşəd Məlikdən sonra bu keçdi Məşəd Süleymana bir zaman sonra. Mən də gözümü açıb gördüyüm atam olub. Hələ uşaqlıqdan vaxtında yadıma gəlir ki, bizim evimiz həmişə bu musiqi sənətkarları ilə, ustadları ilə həmişə dolu idi. Seyid Şunskidən, Xan Şunskidən, Əlüsət Sadıqovdan tutmuş bütün bu gözəl sənətkarlar hamısı bizim məclisə yığılırdı. İstəyir oxuyanları olsun, istəyir çalanları. Deməli, belə bir şəraitdə yaşayan, böyüyən adam istər-istəməz meyli ancaq, fikri ancaq bir cür olur. Odur ki, ancaq ya bu sənəti davam eləyəsən, bu ənənəni gərək ölməyə qoymayasan. Mən də elə bu məqsədlə elə başladım tar çalmağa. Daha doğrusu bu tar çalmaq üç qardeşi obrislara da qismət ola bilərdi. Nəsə mənə verdilər bu tarı. Eldar bəstəkarlığı seçdi. Eldar indi bəstəkarlıqla məşğuldur, indi o da özünə görə tanınıb. İndi mən də tar çalmaqla, əsas iş yerim indi operadadır. İndi az-çoxdan indi bəzilər tanıyırlar məni. İndi mənim də bütün məqsədim oldu ki, bu çalğını yaşadım, dirildim. Çünki bu elə bir nəsildir ki, bu gərək ölməsin. Bu nəsil daim yaşamalıdır. Əlbəttə ki, indi siz bayaq dediniz ki, ola bilər sonuncu. Xeyr, bizdə bu fikir yoxdur. Düzdür, biz indi öz uşaqlarımızın heç birini qoymamışıq tar çalmağa. Amma bizdə bir başqa ənənə də var ki, hansı ki, məsələn, indi bu tar düzəlmək qabiliyyəti. Mirzə Mansur özü gözəl tar düzəldirdi. Rekonstruksiyası o Sadıqcandan gəlib. Mirzə Mansurun da öz yenilikləri vardı bu iş üzrə. Mirzə Mansurun böyük hörməti vardı. Mən də bu deməli, heç olmasa bu məqsədlə, yəni bu sahədə də bir irəliləyiş olsun deyə, məsələn, indi öz oğlumu qoymuşam, yaxın bir dostum var, Rəşid Usta, onun yanına. İndi o da əlinə gələni öyrədir ona. Tar düzəldir də? Bəli. Düzdür, indi uşaq da 13 yaşı var, amma indi mən elə gəl ki, gələcəkdə o öz müəlliminin, Rəşid müəllimin yanında o bu sənətə yaxşı öyrənəcək. Amma qaldıqca çalmaq barədə deyəndə ki, ümidimiz indi bizim nəvələrimizədir. Çünki ancaq bu yolla bəlkə bu sənəti bizləri gənə yaşatdıq. Çünki burada, necə deyirlər, məhz bu köynə bu musiqiçilərdə olan o biliklər ki var idi, bunlar hamısı demək olar ki, hamısı ölümə üzrədir. Hamısı itib gedir. Ortada heç bir şey qalmır. Ona görə də bu saat vəziyyət çox çətinləşib indi. Azərbaycan tarı, mən fikir verirəm, müxtəlif məktəblər olub Azərbaycanda. Məsələn, Sadıqcandan tutmuş, müxtəlif səpkidə dindiriblər tarı. Bax, bunlara necə baxırsınız məsələn? Bu məsələ elədir ki,
Əvvəllər tarı bu İranda hamısı qoyur dizin üstündə çalır. O dizin üstündə çalmaqla tar heç cürə inkişaf eləyə bilməz. Ya da özbəklər məsələn ayaq üstə çalırlar, o cürə də inkişaf eləyə bilməz. Bizdə hələ o vaxtlar o Sadıqcan onu ilklər götürüb sinəsinə çəkib. Onu, bəli. Onu təkmilləşdirəndən sonra deyirəm də, sonra bu Mirzə Mansur kimi o vaxt böyük sənətkarlar olub. Bunlar hamısı bunun təkmilləşməsində, cingədələrin salınmasında, bunlar işlətməkdə. Məsələn, bizim əlavə simlər artırmaqla bunu çox inkişaf eləyiblər. Hətta gəlib o yerə gəlib çıxmışdı ki, simpozium olmuşdu. İli yadımda deyil, Mərqənddə idi. O vaxtda da hələ bu muğam barədə simpozium keçiriləndə bütün xalqların nümayəndələri orada iştirak eləyirdi. Eləcə bizim Azərbaycan. Bizim Azərbaycandan atam getmişdi ora. Tələt Bakıxanov idi. Bir də Canəli Əkbərov. Onda bunlar o vaxt getdilər ora. Bizim bu gözəl muğamlarımızı elə ifa elədilər orada ki, bütün orada iştirak edən, bütün dünya üzrə UNESCO-dan gəlib yığışanlar hamısı alqışlayırdı. Heyran olmuşdular ki, yəni bizdə muğam sonradan inkişaf eləyən bir respublikada necə olur ki, bütün ən yüksək səviyyəsinə qalxır. Ondan sonra bizim, necə deyirlər, muğamata diqqət də çox artdı. Hələ ilk dəfə də Azərbaycandan hələ bu UNESCO-ya zapis eləyəndə də bu atamı dəvət edildilər o vaxtı. Onun da bir neçə plastinkaları UNESCO tərəfindən çıxıb. Elxan, vaxt vardı ki, 30-cu illərin söhbətidir bu. Deyirdilər ki, oxum atar. Bax, atanızın söhbətlərindən o vaxt tar elə bir ki, inkişafdan qalmışdı. Yad bir musiqi aləti kimi baxırdılar. Atanızın söhbətlərindən necə xatır üstü olaq? O vaxtlar oxum atar deyəndə ki, valla oyuna mən heç razı deyirəm. Öz fikrimdir. Olub, amma ki, mən oyuna heç razı deyirəm. Çünki iş öyrədir ki, o olubsa da, sonra bizim gözəl sənətkarlar onu elə dindirib ki, elə oxutdurub ki, onu istər-istəməz bizim tar oxuyacaqdı. Çünki bu mümkün deyil. Bu Azərbaycana xas olan bir şeydir ki, hansı ki, ucada heç bir dövlət, heç bir respublika gəlib bizi addımlayıb muğam sahəsində keçə bilməz. Söhbəti niyə saldım? Çünki indi tar məktəbimiz, gəlin razılaşaq ki, xeyli zəifləyib. O düzdür. İndi tar məktəbi olduqca zəifləyib, çünki çox şeylərdə itib batıb. Məsələn, keçmişlə beləncəsini götürəndə, o vaxtlar, məsələn, hər hansı bir dəstgahın içərisində tutalım ki, bir 50-yə yaxın hissə var idisə, məsələn, indi məktəblərə baxırsan hamısına, çoxsunda bunlar itib batıblar. Bir də görürsən, bir dənə dəstgahı çalırlar cəmisi içərisində, məsələn, 11 dənə, uzağı məsələn, 14 dənə, 15 dənə hissəsini deyirlər. Bunların hamısını çox yüngülləşdiriblər, asanlaşdırıblar ki, nə var, dəstimi asan da olsun. Yəni də bu xırda şöbələr ki, bunlar hamısı itib batıb. Bunlar heç biri yoxdur. Həmin o şöbələri gərək saxlanılsın. Məsələn, atamda bir xasiyyət vardı, həmişə o bir başqalarıyla söhbət eləyəndə, danışanda biraz bu üzr istəyir, bir loru dilində danışırdı. Məsələn, necə ki, bu tutalım ki, deyirsən ki, bu kostyumdur. Bu kostyum deyəndə, bunu deyirsən, bu pəncə-dir, bu şalvardır, bu düymədir. Ayrı-ayrılıq, hamısı adı var. Yəni, bütün bizim bu dəstgahlar, bütün muğamların hamısını. Məsələn, rast hissəsini, o rast muğamını çalanda, o məsələn, hər bir görüşəsinin öz adı var. Hər bir cümlənin öz adı var. Amma bunlar istifadə olunmur. Elələri də var ki, məsələn, bəzi oxuyanlar da var, hətta məsələn, mən söhbət də eləmişəm. Deyirlər ki, heç lazımdır deyir. Bunları istəmirlər. Özlərinin əziyyətə vermək istəmirlər. Nə oxuyanlar, nə çalanlar. Onu görə bunlar hamısı itib batır. Amma onda ki, sonra bunları axtaracaqlar, onda gec olacaq. Çünki hindibsə, bütün qocamanların əksəriyyəti hamısı ölüb gedib. Yoxdur. Qalanlar da azdır. Sizin ümidiniz varmı ki, bu tar məktəbi davam edəcək və biz yenə də o Mikail Müşfiqin o şeirini, o misralarını xatırlayacaq ki, oxutar, səni kim unutar? O olmalıdır, geç-tez olmalıdır. Biz qayıtmalıyıq buna. Çünki bunsuz mümkün deyil.
Məsələn, indi o bəzi tarçalanlar var. Çoxsu məsələn keçiblər bu texnika yolunu hələ göstərirlər, gitara yolunu göstərirlər. Bizim hələ bu alətin hələ bədbəxtçiliyi orada oldu ki, kamançanı skripka əvəz elədi, tardı gitara. Başladılar toyları getməyə. O da bir növ musiqiçilərin özündən yox, bir növ o qulaq asanlarda da taxsır. Çünki bunlar başladı onları qəbul eləməyə. Ona görə cəmaət də çörək pulu qazanmaq üçün gedirdi, hələ gitarada çalırdı, eləyirdi. Bütün bu muğamlar ged-gedə ölüb. Hələ o vaxtdan hələ muğamlar üzü aşağı hələ gedəndir, indiyəcən düzəlmir. Amma indi məsələn, mən tanıyıram bəzi bizim bu sənətkarları, hələ cavanlardandır, gözəl sənətkarlardır. Məsələn, özləri hindi gezir, axtarırlar ki, hindi başa düşüblər ki, məsələn, gəliblər işlər mənim də yanıma, soruşurlar, deyirlər, pəs bu necədir, o necədir. Hindi bunlar başa düşürlər ki, məhz bu muğamın ən mənbəyi hələ bax budur, bu yoldur. Çünki o texniki var, bunlar çalırlar, o qocalanda sonra o getməyəcək. Özdə bunların çalğısında əruz vəzni yoxdur. Muğam başdan ayağa əruz vəzni ilə gedir.